Salam, kanalıma xoş gəldiniz. Bu videom keçən paylaşdığım videonun ikinci hissəsidir. Qeyd etmişdim, yeni evə köçmüşük, təmizlikdir, yerləşmədir, çəkib vlog halında paylaşacağım. O videom uzun olduğu üçün iki hissəyə böldüm. Bu videomda da hamam tuvaletin təmizlənməsini, bir də yuxarı mərtəbələrin, yəni yataq otaqlarının təmizlənib yerləşməsini paylaşacağım sizlərlə. Hamam tualeti təmizləyərkən çəkmədim. Çəkilişini etmək həm çətin olduğu üçün, həm də paylaşmağını istəmədim. Domestosla bir də İranın olan təmizləyici ilə təmizlədim. Çox çirkli deyildi, amma yenə də təmizlədim ki, təmiz olsun. Əgər təmizlik, yerləşmə vloqlarını xoşlayırsınızsa, bundan öncə paylaşdığım videoyu da keçid edib baxmağınıza dəyər. İndi isə keçdim yuxarı mərtəbəyə, yuxarını təmizləyəcəm. Ev 2 mərtəbədir, yuxarıda 2 dənə yataq otağıdır. Aşağıda isə studiya mətbəxdir. Qonaq otağı ilə mətbəx bir yerdə, bir də hamam tualetdir. İndi isə öncə dolabı silib təmizləyəcəm, sonra bütün paltarları yerləşdirəcəm. Ondan sonra da yerlərini silib təmizləmək qalacaq. Aşağı hissənin də yerini hələ silməmişəm, çünki gəzəcəm, yenə toz, təmiz yer bir-birinə qarışacaq. Ona görə hamısını birlikdə qutarandan sonra yerlərini təmizləyəcəm. Dolabın forması belədir. Yetərli bir dolabdır, 4 qapılıdır. Məncə işlətmək üçün rahatdır. 2 ədəd də belə sıyırması var. İndi təmizləyim, sonra da paltarları yerləşdirərəm. Ən sonunda da çəkərəm. Paltarların hamısını yerləşdirdim. O böyrdə gördüyünüz dolabı da gətirib oraya yerləşdirdim. Düzünə yerləşmədiyi üçün elə qoydum.
və sonra işlətməsi rahat olmadığı üçün təkrardan öz yerinə qaytardım. Onun yerinə ütü masasını qoymuşdum. Onun üçün onu oraya gətirdim və işlətməyə rahat olmadığı üçün onu yerinə qaytardım. Ütü masasını da qapının yanına yerləşdirdim. Əslində bu paltar dolabını yerinə çox tərs qoyublar. Həm o tərəfindən, həm bu biri tərəfindən yer çox boş qalıb, işlətmək də olmur. Ağır olduğu üçün də yerini dəyişdirməyi istəmədik. Hələ ki belə işlədəcək. Tostoranı gətirə bilmədiyim üçün, gələndə yer olmadığı üçün hələ ki süpürgə ilə idarə edirəm. Amma tostoranın yerini heç nə vermir. Süpürgə ilə çox çətindir. Tozlar qaçır, uçur. Təmizləmək 2-3 dəfə süpürürəm, ancaq təmizlənir. Hələ ki bunu da belə idarə edəcəm.
Və beləcə otaqları da təmizlədim, paltarları yerləşdirdim. Ütü masasını bura yerləşdirdim. Burada keçirtməyə rozetka da var. Paltar ütüləyəndə sadəcə açıram. Sonra yenə bağlayıram. Belə tam yerləşib bura. İçərisinə belə iynə sap qoydum. Alt hissəsinə də ütünü qoymuşam. Geri qalanı boşdur. Bu dolab da burada qaldı belə. Üzərinə günlüyə işlənən şeyləri yığmışam. Buranı da beləcə sildim, təmizlədim, tozunu aldım. Radiatoru, pəncərələrin. Dolabı da təmizlədim, bütün tozunu aldım. Bir tək xalçaları silməyim qalıb. Onu da yorğunçuluq olduğu üçün edə bilmədim. Buranı da beləcə tozunu aldım, sildim. Silərkən çəkilişini edə bilmədim, çünki öncə şılabra ilə sildim. Yerdə çox toz buraxdığı üçün əlimlə silməli oldum, onun üçün çəkilişini edə bilmədim. Yuxarının da təmizliyi bu qədər. Əgər videomu bəyəndiysəniz, like etməyi, kanalıma abunə olmağı unutmayın. Sağ olun.